Bu nabuk ətəyimiz, yəni ki, rekord qıracaq deyə düşünürəm. Materiallı, bax belə əldə axıb gedən koftamız da elə ona uyğunlaşıb. Nabuk çantamız olmazsa olmaz idi. Həm bunu jaket kimi, həm də belə tək kofta kimi geyinə bilərsiniz. Baxın, ağ rəngi də var, göyü də var, qarası da var, beji də var. Bir də ətəyimizin elə çantamız rəngdə olanı da var. İstəsəz bej kofta ilə qəşəng kombin eləyə bilərsiniz. Hələ ayaqqabımı demirəm. Ayaqqabım da fərqli modeldir, o da yeni gəlib. Bir dənə üst geyimi atardım üstümə. Hazıram. Belə ətəklər bu il hamı abırlı olub bacı, hamı uzun geyinir. Daha önce qısa geyinən yoxdur. Elə biz də uzun ətəkləri nə qədər istəsən gətirmişik. Uzun ətəyimizdən qəşəng koftamız, bax belə. Koftamızın rəngi də var. Deməli, şokolad rəngi. Sonra xaki rəngi, qarası, ətəyimizin də üzərində kəməri var. Kəmərdə yazıq perikos qalıb. Deməli, qarası da var. Üzərimdəki belə şokolad rəngi də var. Necədir? Kəmərdə üzərində də. Çantamız da bu arada bunun nə qədər rəngi gəlib. Qiyməti də 28 manatdır. Nabukdur. Qələm ətəyimizlə bu jilet koftamızı göstərirəm. Rənglərini ilk öncə göstərim. Keçirəm materialına. Materialı yun, şənk, aşağısı belə geniş qalır. Ətəyimizin də belini göstərim. Bir də fırranımı göstərim. Səliqəlidir. Hər şeylə kombin eləyə bilərsiniz. Kakraz ilə yeni sezon başlamışkən həm tələbələr, həm müəllimələr, həm belə klassik sevən xanımlar var ki, klassik yeməyi çox sevilir. Onlar da çox gözəl ala bilərlər. Çantamız da 26 manatdır. Aksesuarlarımız da mağazadandır. Necə gözəl kombin oldu bu, səliqəli. Üstünə bir dənə plaş atırsınız. 2XL-ə qədər olan köynəyimizi göstərəcək. Müştərilər bizdən həmişə narazılıq edirlər ki, böyük bədən köynəyimiz yoxdur. Tam 2XL-ə qədər şokolad rəngi, göy rəngi, qara rəngi, bir də ağ rəngi var. Mən M ölçü geyinmişəm. İndi köynəyin salmışam ətəyin içərisinə. 2XL-ə qədər böyük bədən xanımlar bunu alsınlar. Amma M-dən başlayır da, yəni mənim kimi xanımlar da geyinə bilər. M, L, XL, 2XL. Çantamız mağazadan, ətəyimiz mağazadan. Elə qəşəng kombin ala bilirsiniz. Müəllimə artıq neçənci dəfədir mağazaya gəlib bu ikili koftamız. Mən hələ birinci dəfə çəkirəm. Çünki malımız həqiqətən çoxdur. Deməli, bu qalın materialda olanın koftası, aşağısı manjetli mən yığdım ki, indi daha qəşəng görünsün. Ətəyimiz də elə mağazadan. İndi siz bizim bu koftalarımızın rənglərinə baxın. Nə gözəl rənglərdir. Bunlar multfilm oxşuyur. Vallahi çox gözəldir. Bunun hamısından xoşlayacaqsınız. Xanım var ki, bunun 3 rəngini alıb. Yəni o xanımı mən tanıyıram. 3 rəngini alan xanımlar var. Ətəyimiz də hansı ki, bunun nazik materialda olanlar yayda gəlmir. İndi qalın materiallar gəlir. Qiyməti 21 manatdır. Bax, astarlı, qəşəng. Astarda şortikdir canım. Nabuk trend olduğuna görə ətəyim də nabukdur, ayaqqabım da nabukdur, çantam da nabukdur, koftam da nabuk deyil. Koftam da amma pambıq materialında material var xanımlar. Deməli, ətəyimizin qarası və üzərimdəkinin açıq rəngi, astarı şortikdir, üzərində kəməri də var, çantamız da elə qəşəng nabukdur xanımlar. İstəsəz kombin ala bilərsiniz. Məncə qəşəng kombindir, elə kombin olaraq da alacaqsınız. Əlləri qaldır havaya. Deməli, bu ətəyimizi bir daha göstərirəm, amma bu yeni gələn koftamızla. Koftamızın qaşını çək, uzağa getmə canım, yaxına gəl. Bax. Bir də arxasına bax. Qara rəngi, bir də tünd zoğalı rəngi var. Koftamız pambıq materialındadır. Bir də ətəyimiz qara rəngi var. Kəmər də elə ətəyimizin üzərindədir. İstəsəniz belə də şəkildə ala bilərsiniz. Ətəyimiz bu arada nabukdur.